Hava o qədər gözəldir ki, adam heç oyanmaq istəmir. Əslində havanın yağışlı olduğu deyilirdi, amma belə baxıram ki, çox gözəl gün çıxıb. Hər kəsə salam, mən Leyla və mənim ilk vloquma xoş gəlmisən. Zorla da olsa oyana bildim, axşam çox gec yatmışdım, buna rəğmən səhər işə tələsirəm, ona görə də tez durmaq məcburiyyətindəyəm. Bu üzümə gelini yağlı dərilərə şiddətən tövsiyə edirəm. Mənim ən sevimli üzümə gelimdir, həm də qiyməti çox münasibdir. Əslində ürəyim kofe istəyir. Təəssüf ki, kofemi artıq bitirmişəm. İşə gedəndə mütləq şəkildə az 2 stəkan içirəm, yoxsa ayıla bilmirəm. Ona görə də məcbur olaraq çayımızı dəmləyirik. Çayım dəmlənənə kimi istəyirəm üzümü tez nəmləndirim, makyaja başlayım, çünki qızım hələ oyanmayıb. Açığı bugün havanın soyuq olmağını gözləyirdim, amma belə baxıram ki, gün çıxıb. Bu da yaxşı əlamətdir, çünki işlərimi asanlıqla belə havada həll edə bilirəm. Amma yağışlar mənə çox çətin olur. Yaxşı ki, dünən iş günüm deyildi. Görək bugün yağış göstərir. Necə olacaq? Makyajımı edərkən istəyirəm sizinlə biraz söhbət eləyim. Vlog çəkməyə qərara gəldim, çünki özüm vloqları çox sevirəm. Ev işləri gördükdə və yaxud da boş vaxtlarım olanda daima YouTube-u açıb, sevdiyim blogerlərin, YouTuberlərin videolarına baxıram. Ancaq belə bir məqam da var ki, hər YouTuberin, hər blogerin videolarına baxa bilmirəm. Səbəbi isə aşırı şaşahalı həyat göstərişidir. Təbii ki, deyə bilərsiniz ki, barıdı göstərir, sənin də olsun, sən də göstər. Ancaq mən onları sevmədiyim üçün yox, sadəcə həyat tərzləri mənə uyğun olmadığı üçün baxmağı sevmirəm. Hər kəs aydın şəkildə bilir ki, Azərbaycanda sıradan büdcə ilə yaşayan bir qadın, bir insan 200 manatı bir pomadaya və yaxud da 2000 manat bir çantaya vermir. Mən də təbii ki, sıradan bir insan olduğum üçün bu cür vloqların mənə uyğun olmadığını düşünürəm. Məsələn, mən hansısa bir blogerin məsləhəti ilə bir geyim almaq istəyirəm. Əgər ki, o bloger mənim büdcəmə uyğun bir məhsulu mənə tərifləyərsə, mənim diqqətimi anında çəkəcək. Yox, əgər ki, paylaşımları yalnız reklam xarakterli və aşırı bahalı həyat tərzidirsə, mən həmin insanı izləyə bilmirəm, çünki dəhşətli dərəcədə ürəyim sıxılır. Bilmirəm, sizdə də belədir, ya sadəcə bu məndə bu cürdür. Həqiqətən mənə çox maraqlıdır, ona görə də fikirlərinizi yorumlarda yazın. Bu mənim ilk vloqum olduğu üçün ola bilsin sizin üçün də mənim videolarım sıxıcı olsun və yaxud da çox bəyənəsiniz. Ancaq onu deyə bilərəm ki, mən gündəlik həyatda tam səmimi olaraq nəyi yaşayıramsa, nəyi hiss edirəmsə, nə edirəmsə, bunları paylaşmaq fikrindəyəm. Arxada gördüyünüz kimi artıq qızım oyanır. O yatırdı deyə yerimizi yığa bilmədim. Makyajımı bitirdikdən sonra ilk işim kravatı yığmaq olacaq. Tanış olun, qızım Aleyna. Oyanan kimi gəlir qucağıma. Qızımın 4 yaşı var. Mən işə gedəndə isə onu bağçaya qoyuram. Qeyd edim ki, getdiyi bağça özəl bağçadır. Buna görə də işdə olduqda rahatlıqla nə zaman istəsəm kamerayla onu izləyə bilirəm. Deyəsən bu vloq elə makyaj vloqu olacaq, çünki həddindən artıq çox çəkmişəm. Eybi yox, ən azından biraz qısaldaram ki, sizin üçün də sıxıcı olmasın. Ümumilikdə makyajım hazırda, sadəcə dodaq boyam qaldı. Onu da yeməyimi yedikdən sonra çəkəcəm. Yemək yemədən öncə isə mütləq şəkildə kravatımızı yığaq. Qızıma Herkules hazırladım, çünki son zamanlar yumurta yeməyi nədənsə sevmir. Amma mən həmişəki kimi çox zaman səhər yeməyi yemədən gedirəm işə, amma səhərlər yumurta yeməyi çox sevirəm. Artıq yetişirəm. Aleynanın tez üzərini dəyişdirib, saçlarını yığıb, daha sonra özüm geyinməliyəm. Ona görə də tez geyinək. Aleynanın çox gözəl ipək kimi sarı saçları var, amma nədənsə saçlarının yığılmasını qətiyyən sevmir. Videoda gülməyinə baxmayın, nədənsə çox xoşuna gəlib onu çəkməyim. Hətta ağlıma gəldi ki, bundan sonra onun saçlarını yığanda bu cür çəkim. Əslində hava sərində, bilmirəm, belə qısa qolla üşüyəcəm ya yox. Böyük ehtimal üstündən kurtka geyinəcəm və yaxud da kurtka kimi bir şey geyinəcəm. Amma hal-hazırda qısa qoldayım. Son zamanlar yalnız mat dodaq boyalarından istifadə etməyə başlamışam. Çünki mənim işim elə işdir ki, axşama kimi makyajda qalmalıyam və o makyaj getməməlidir. Tez-tez makyajı dəyişməyi sevmirəm. Ümumiyyətlə məndən soruşsanız, gündəlik mən bu qədər makyaj etmərəm. Sadəcə işimlə əlaqədar buna məcburam. Saçlarımı biraz düzləşdirmək istəyirəm. Çünki axşam düzləşdirdiyim üçün artıq səhərə bu cür işi. Normalda bir dəfə düzləşdirməyə üstünlük verirəm. Təəssüf ki, indi belə alındı. Düzləşdirib gedəcəm işə. Artıq hazıram. Makyajım və saçım tam ürəyimcə oldu deyə bilərəm. İstədim gün işığında da sizə göstərim. Ümumilikdə demək olar ki, hazıram. Sadəcə öz çantamdan Aleynanın bağça çantasını yığmaq qalıb.
və işə getmək qalıb. Hələ ki vaxtıma var, ona görə düşünürəm ki, bir stəkan çay içməyə üsbət eləyərəm. Aleyna'nın çantası artıq hazırdır. Hava proqnozu bu günə də yağış göstərirdi və mən qorxdum ki, dünənki kimi leysan tökəcək. Çox şükür, o qədər gözəl hava var ki hal-hazırda. Soyuq hava ümumiyyətlə məni depressiyaya salır, rahat işimi görə bilmirəm və ancaq yatmaq istəyirəm. Belə havada isə bol-bol gəzmək istəyirəm və rahatlıqla işlərimi həll eləyirəm. Artıq avtobusdayıq. Aleyna'nı bağçaya qoyduqdan sonra özüm də yenidən avtobusuna gedəcəm işə. İşdə isə məni bir sürpriz gözləyirdi. Sən demə, bugün işdə ümumiyyətlə işıq olmayıb və mən necə çəkimlərimi edəcəm, necə telefonumu zaryadkaya qoyacam, qətiyyən heç bir fikrim yoxdur. Bu isə mənim çəkimlərimdən kadrlardır. Videonu burada sonlandırıram. Xanımlar, sona qədər baxdığınız üçün təşəkkür edirəm. Sizdən isə tək xahişim kanalıma abunə olub like etməyinizdir.